Uşaqlar, bu günlərim Yunanistan dərsini izah eləyəcəm. Deməli, Yunanistan biraz səliqəsiz yazmışam, təzədən bizə köçürtmədim. Elə buradan da izah eləyirəm. Yunanistan deməli Avropada yerləşir. Avropanın ən qədim dövləti Yunanistandır. Yunanistan Balkan yarımadasında yerləşir. Yunanistan'da ən qədim dövlət 3-cü minillikdə yaranıbdır. Bu Krit dövlətidir, Krit mədəniyyətidir. Krit mədəniyyəti eramızdan əvvəl 3-cü minillikdə yaranıbdır. Yunanistanın cənubunda yaranıb. Və Krit mədəniyyəti 2-ci minillikdə vulkan püskürməsi nəticəsində Krit mədəniyyəti dağılıbdır. Sonra eramızdan əvvəl 2-ci minillikdə Krit mədəniyyətinin yerində Mikena yaranıbdır. Mikena mədəniyyəti də Dori tayfalarının hücumu nəticəsində dağılıbdır. Mikena mədəniyyəti də cənubda yerləşir. Eramızdan əvvəl 2-ci minillikdə Dori tayfaları Lakonika ərazisinə yürüş edir. Yəni söhbət Lakonikadan gedirsə 2-ci minillikdən gedir, Lakonikadan gedirsə söhbət 2-ci minillikdən gedir. Dorilər Lakonikaya yürüş eləyir və Spartanı yaradır. Sparta kimlərdən yaranıb? Lakonikanı tutmuş Dorilərdən. Sparta şəhərinin yaranması eramızdan əvvəl 2-ci minillik. Şəhərləri dairəyə almışam burada. Niyə dairəyə almışam? Sparta şəhərinin yaranması eradan əvvəl 2-ci minillik. Afina şəhərinin yaranması eradan əvvəl 2-ci minillik. Deməli, neçə dənə şəhər oldu Yunanistanda? 2 dənə. Sparta, bir də Afina. Cənub hissəsində yerləşir Sparta. Orta hissədə yerləşir, Yunanistanın orta hissəsində yerləşir Afina. Afinanın yerləşdiyi yerə Attika deyirdilər. İndi xətt çəkmişəm buradan. Yəni Yunanistanın niyə xətti çəkmişəm? Xətti 2 şəhər dövləti haqqında danışacağım. Yəni Spartanı hələ yaddaşda saxlayırıq. Birazdan deyəcəm, amma Attika haqqında, Attikada yerləşən Afina haqqında isə indi məlumat verirəm. Pilləkənləri bir-bir yenə düşəcəyəm. Eradan əvvəl 11-9-cu əsrdə Afinada yarandı erkən polislər. Afinanı idarə etməyə başladı erkən polislər. 8-ci əsrdə, 8-6-dır əslində, amma 8 də yadda saxlasaz olar, problem deyil. 8-6-cı əsrdə eradan əvvəl şəhər dövlət yarandı. Dövlət neçənci əsrdə yarandı? 8-ci əsrdə. Bəyəxlarım, Afina şəhəri dedik, amma indi dövləti deyirik. Şəhərin yanında dövlət olmalıdır. Eradan əvvəl 8-6-cı əsrdə Afina şəhər dövləti yarandı. Bir də koloniya yarandı. Koloniyalar düz Yunanistandan, Aralıq dənizindən İspaniyaya dək, yəni Atlantik okeanına dək olan ərazilərdə salınmağa başladı. Koloniyalılar özlərini Ellin və yaxud da Ellada adlandırırdılar. Sonra eradan əvvəl 7-ci əsrə düşürəm. 7-ci əsrdə gümüş pul kəşf edildi. Gümüş pul, bir də drakon qanunları. Adından da görsəndiyi kimi, yəni pis hökmdar idi. Yəni hökmdar orada əhali, Yunanistanda əhali 2 yerə bölünür. Aristokrat, bir də demos. Yoxsul, azad olan hissəsi bütün əhali demos deyil. Ancaq yoxsul, azad olan hissəsi demosdur. Yaxşıların hakimiyyəti, adlı sanlıların hakimiyyəti isə aristokratlar idi. Hakimiyyətdə olanlar aristokratlar, yerdə qalan yoxsul, azad əhali isə demos idi. 7-ci əsrdə Yunanistanı Drakon adlı aristokrat idarə edirdi. Həmin aristokrat borc daşı yaratmışdı. Həmin borc daşını, borcunu ödəyə bilməyən demosu qula çevirirdi. Yəni bu əhali üçün, demos üçün ağır bir vəziyyət idi. Demosu iqtisadi cəhətdən demosun vəziyyətini, yəni əhalinin vəziyyətini iqtisadi cəhətdən sarsıdır. Və bu iqtisadi geriləmə, dövlətin zəifləməsi, əhalinin vəziyyətinin pisləşməsi aristokratları məcbur elədi ki, onlara güzəştə gedə. Düşürük 6-cı əsrə. 6-cı əsrdə salon var. Salon da deyə bilərsiniz, problem deyil. Yəni necə yadınızda qalır, o cür deyin. Solon islahatlar verir. Onu ürəyə almışam. Niyə ürəyə almışam? Demosun yanındadır. Güzəştə gedir demosa. Demosun borcla bağlı bütün məsələlərini həll eləyir. Borclarını ləğv eləyir. Borc daşını ləğv eləyir. Gələcəkdə borca görə qula çevrilmə məsələsini ləğv eləyir.
Üstəgəl Demosa vətəndaşlıq hüququ verir və demokratiyanın başlanğıcını qoyur. Vətəndaşlar hüquq və vətəndaşlar necə müəyyənləşdirilirdi? Onların əmlakına və vəzifələrinə görə vətəndaşları müəyyənləşdirirdilər. Deməli, Solon nə oldu? Eradan əvvəl 6-cı əsr bərabərdir Solon, ürək, borc X, yəni borc məsələsini ləğv eləyib, üstəgəl vətəndaşlıq hüququ verdi və əhaliyə torpaq paylamaq istədi, amma istəyinə nail ola bilmədi. Solon islahatlarından sonra Yunanistanda, bura yazmamışam, qeyd eləməmişəm, amma indi şifahi formada deyirəm, Yunanistanda tiraniya bərqərar oldu, tiranlıq yarandı. Tiranlıq da ki 6-cı əsrin sonlarına doğru tiranlıq dağıldı və xalq yığıncağı strateji seçməyə başladı. Deməli 6-cı əsrin burada qeyd eləməmişəm, amma deyirəm, 6-cı əsrin sonlarında, ikinci yarısında strateg, birinci yarısında Solon var. Strateg seçilməyə başladı. Strateg hərbi başçıdır. Hərbi başçı. Neçənci əsrdən seçilməyə başladı? 6-cı əsrdən. Sonra düşürəm 5-ci əsrə. 5-ci əsrdə Yunan Əhəməni müharibəsi başladı. Aralıq dənizində hegemonluq uğrunda, ərazi tutmaq uğrunda Yunanlarla İranlılar arasında, yəni Əhəmənilər arasında 500-dən müharibə başladı. Müharibə başlayanda 500-ü Əhəmənilər qalib gəldi. Əhəməni ordusuna 1-ci Dara. Burada məsələdə Daranın 1-ci və ya 3-cü olmasına diqqət yetiririk. 1-ci Dara qalib gəldi. Sonra 490 Marafon döyüşü, 480 Fermopil döyüşü, 480 Salamin döyüşü, 479 Plateya döyüşü. Bu döyüşləri əzbərləyirsiniz. Bir şey yaddan çıxartmayaq. Darəyə aldığım, yəni 4 gün aldığım döyüşü Əhəməni udub. Fermopil döyüşünü Əhəməni udub. Marafonu Yunan udub. Marafonda Yunanların başçısı Miltiad, Əhəmənilərin başçısı 1-ci Daradır. Fermopildə Yunanların başçısı Leonid, Fermopillı Leonid, Marafonda da Miltiad. Fermopildə Yunanların başçısı Leonid, Əhəmənilərin başçısı Kserks. Yadınızda qalmırsa Kserkopiya da deyə bilərsiniz. Kserks, Əhəməni hökmdarı Kserksdir. Kserks Orta Yunanistanı tutdu. Hansı döyüşdə? Fermopil. Darəyə aldığım döyüşü bir dənə Əhəməni udub. Yerdə qalan döyüşləri Yunan udub. Salamin döyüşü də Salam-in, yəni Salam-in. Salamin döyüşü də dəniz döyüşüdür. Eradan əvvəl 480. Plateya döyüşü də bir il düşürəm aşağı. Plateya döyüşündə Yunanlılar qalib gəldi və bu döyüşdən sonra Afina digər şəhər dövləti ilə, yəni Sparta ilə birləşdi və bir ittifaq yarandı. Kimə qarşı? Əhəmənilərə qarşı. Həmin ittifaqdan sonra müharibə 30 il davam etdi, 449-a qədər və 449-cu ildə müharibə bitdi. Müharibə kimin xeyrinə bitdi? Yunanlıların. Yunanlılar Aralığın ən qüdrətli dövlətinə çevrildi və kimi Əhəməniləri Egey dənizinə, bir də Orta Yunanistana buraxmadılar. Əhəmənilər də Yunanların Aralıq dənizində və Egey dənizində hegemonluğunu tanıdı. Eramızdan əvvəl 443-cü ildə isə, yəni bunun Yunan Əhəməni müharibələrinə aidiyyatı yoxdur. Periklın. Yunan Əhəməni müharibələrinə aidiyyatı yoxdur. Eramızdan əvvəl 443-cü ildə Perikl Yunanistanda strateg seçilir. Ürəyi almışam. Niyə? Çünki Yunanistanın ən gözəl dövrü Periklın dövrünə düşür. Həm mədəniyyət dövrüdür, həm Demosun yanındaydı Perikl. Perikl üstəgəl nə verdi cəmaata? Vəzifə. Hakimiyyətə gətirdi Demosu Perikl. Yəni idarə etmə aparatında xalqın idarə etmədə iştirak eləməsi, vəzifə hüququnun qazanması Periklın dövründədir. Perikl demokratiyanı neynədi? Çiçəkləndirdi. Perikl demokratiyanı çiçəkləndirdi və Perikldan sonra demək olar demokratiya daha da çiçəkləndi. Amma Perikla gözdəydi, belə yadınızda saxlayırsınız. Periklın hakimiyyətinə gözdəydi Afina. Sparta müharibəsi başladı. Yəni iki şəhər dövləti arasında müharibə başladı. Afina, Sparta. Və bu müharibə başlanması Perikıldadır. Bitişi Perikl
görməyib. Yəni sonluğu Perikl görməyibdir. Sonra Perikl da 4-cü əsrin ikinci yarısında, 5-ci əsrin ikinci yarısındadır. Sonra düşürəm 4-cü əsrə. 4-cü əsrin lideri Makedoniyadır. Makedoniyalı İskəndəri hamınız tanıyırsınız, eşitmisiniz. Amma Filipi eşitməmisiniz. Makedoniyalı İskəndərin atası Filip 338-də Xeraniya döyüşündə Yunanistanın azadlığına son qoydu. Xeraniya döyüşündə Yunanistanın varlığına kim son qoydu? İskəndərin atası. 5-ci əsrdə bir-biri ilə dalaşan Yunan Əhəməni dövlətlərinin varlığına 4-cü əsrdə Makedoniya imperiyası son qoydu. Yunanistanın varlığına Xeraniya döyüşü ilə 338, Xeraniya döyüşü ilə Filip son qoydu. Amma Əhəmənilərin varlığına Makedoniyalı İskəndər varlığına son qoydu. 334, 333, 331. Döyüşlərin adı burada yazmamışam, amma deyirəm indi. Qranik, İs, Qavqamela. Qranik döyüşü 334, İs döyüşü 333, Qavqamela döyüşü 331. Bir dənə bu üç döyüşü bir dənə ildə yadda saxlasaz da olar. Yəni 331-də də yadda saxlasaz olar. Amma sadəcə ardıcıllığı bilin və bu döyüşlər nəticəsində 330-cu ildə Makedoniyalı İskəndər Əhəmənilərin varlığına son qoydu. Sonra keçirəm Sparta dövlətinə. Sparta dövlətinə keçməyim, bu mövzu çox oldu. Gələn dəfə bu mövzunu bir də təkrarladıb, sonra Sparta haqqında danışacağım. İndi Afinanı öyrənin, ancaq Afinanı, yəni bu hissəni öyrənin, Afina hissəsini öyrənin. Gələn dərs növbəti dərs Sparta hissəsindən danışacağım.